Salam millət, hər birinizi salamlayıram. Bugünkü gündə işdəyik, iş başındayıq, gedirik işləməyə. Yağışlı, palsızdır. Buradan sözüm o Günay Ağamalıyadır, deputat Günay Ağamalıya. Dədəsi Fəzail Ağamalı 5000 manat pul ala. Cilasdan doymadı, cavan getdi rəhmətə. Özü də 15.000 manat alır. Xalq milləti araya qoyur, deyir ki, uşaq bunu verirsə təmbəllik yaranar. Hələ bir Şahin Ağayev də deyir ki, siz əkib becərirsiniz, biz baxmalıyıq. Buna bax, buna bax, ay bala, ay Günay Ağamalı. Bax, paltar tapıram gelməyə, deputatlara deyilən Tursi Mayka yollasınlar mən. Mən bir aydır may ayından balamın canından da olsun, balası olsun bir dənə gilas alanın balasına. Balam 2-ci mərtəbədən yıxılıb, aldığım 378 manat maaş mənim heç balamın dərmanına bəs eləmir. 68 manat bir vermişəm dərmana, 157 manat bir vermişəm. Hər gün bəlkə 120 manat dərmana pul verirəm. O da belə zülüm zillət çəkirəm. Bax, mən nə var indi soyunum, hər yerimi görəsin, işləməkdən ölürəm. 2 diplomum var, bir dənə vəzifə verən yoxdur. Allahsızlar bu xalqı, bu milləti məsxərəyə qoyursunuz, araya qoyursunuz, lağa qoyursunuz. Allah sizə bəla cəza versin. Yazıq böyle bu millət.